xeyir olsun. ATV-də 19:00. Bu o deməkdir ki, iş həmişə başladı. Bugün sizi Azərbaycandan salamlarım. Gəlmişəm Ankaraya. Əslində dincəlməyə gəlmişdim və bilirsiniz də mənə dincəlmək yoxdur. Mənim üçün iş həmişə var. Bugünkü proqramımız biraz hesabat xarakteri daşıyacaq. Bu aylar ərzində, bu 7 ay ərzində 21 buraxılışımız olub təxmini və o buraxılışların xülasəsini sizə göstərəcəm. Odur ki, diqqətiniz bizdə olsun. ATV-də iş həmişə başladı. Xəbəriniz var ki, İş həmişə varın birinci buraxılışı, ən səs-küylü buraxılışlarından biri də metropolitenə həsr etdiyim buraxılış idi. Hazırda mən Ankara metrosundayam. Bura giriş bizim pulla 1 manatdır, amma Azərbaycanda isə metro çox ucuzdur. 20 qəpiyə metrodan istifadə edə bilərik. Sözüm ondadır ki, mən bu bölümündə də, ilk bölümdə teleməkanda yenə bir ilkə imza atdım. Metronu idarə etdim, maşinistlik etdim. Sonra isə tunellərdə işləyən korroziyaçıların iş prinsipini sizə göstərdim. Baxaq, birazdan yenə qarşınızda olacağım. Mən metroda işləsəydim, maşinist olardım. Bu çox məsuliyyətli işdir. O dərəcədə ki, maşinisti heç kim əvəz edə bilməz. Heç onun yanında oturmağa da qətiyyən icazə yoxdur. Mən otura bilərəm sizin yerinizdə, heç olmasa. Bir də oturum zəhmət olmasa. Bilmirəm nə qədər həyəcan keçirdiyimi hiss edirsiniz ya yox. Təsəvvür edin, sərnişinlə dolu bütöv bir qatarı mən idarə edirəm. Deməli metropolitenində maşinisti qısa müddətdə əvəz etmək reportyorlardan ilk dəfə mənə qismət oldu. Mən bunu bacardım. Tormuz hərəkətinə, Mən tormuzu deyərsiniz basarım. tormuz hərəkətinə göydür. Hələ heç eləmirsiniz. Bəli. Deməli, sürət ölçən verib bizə 80, biz 60 ilə girik. Stansiya yaxınlaşırıq, Bəli, göydür. hazırda stansiyadır. Neyini Tələsməyin, mən sizə deyəcəm. Ancaq mən də sinəlinizdən tutum ki, tutun. yəni hər şey ola bilər. Hər şey olur, dayanmayaq. Stansiya. Bəli. Deməli, Stansiya. yox, bir dənə qarşı. T1-ə. T1-ə atırıq. Baxırıq, sürət görsən yavaş Sürət yavaş əlavə, azalır. 60-dan avtomatik olaraq sürət Bəli, azalır. sonra- Bir dəfə bas bıraq və siz salın. Qapılar açılır. Ehtiyatlı olun, qapılar bağlanır, növbəti stansiya Elmlər Akademiyası. Qapılar bağlanır, növbəti stansiya Elmlər metro stansiyası. Yox, Elmlər Akademiyası. Akademiyası da. Deməli, 60. qapılar bağlıdır. Qapılar bağlıdır, hər şey yerində. İki vəziyyətinə qoyduq çünki. Necədir? Çətin gəlir sizə bu iş yoxsa yox? Qolu yorulur insanın. Fiziki güc tələb edir. Amma şərəflidir, həqiqətən. İş hər zaman var, əsas odur ki, işləyəsin. Gələcək məsuliyyət üçün. Bəli, həqiqətən halal olsun. Geçdik. Necəsiz? Biz televizyondan, Azərbaycan televizyonundan. Hoş bulduk. İstəmirsiniz? Bəli, hörmətli izləyicilər, görürsünüz bu nəsə efirə düşmək istəmədi, onları başa düşürəm. Yanınıza gəlirsə, ikinci buraxılışda onlardan biriydim, amma Bakıda. Bakının təmizliyi üçün işləyirdim. Zibil qutularını görürsünüz, onları mən boşaldırdım. O zavoddakı ifunətiyi, o prosesi sizə göstərdim. İnanırsınız, burnumu tuturub deyirəm ki, burada elə bir qoxu var, filan o zibilləri eşələyəndəki qoxu həqiqətən indi də yadıma düşəndə başım ağrıyır. Bu proqramı sizə çəkib göstərəndə mənə bəziləri bir şey dedim nədir, zibil yığırsan, zavodda zibil eşələyirsən, amma onlar bu proqrama baxandan sonra deyirlər həqiqətən belə bir şey görməmişdik, Azərbaycanda belə bir şey var imiş, maarifləndik, artıq şöyle attığımız zibilin qiymətini bildik ki, ondan necə səmərəli istifadə edirlər. Bəli, həmin qısa fraqmenti izləyin.
Elə peşələr var ki, kənardan baxanda insana çox asan görünür. Ona yiyələnmək istəyəndə görürsən ki, əslində çox çətin və mürəkkəb məsələdir. Məişət tullantılarının təmizlənməsi isə böyük zəhmət tələb edən işdir. Deməli, təxmini 30 saniyən var. Bu müddət ərzində zibillər maşına yüklənməlidir. Necə deyərlər, bir göz qırpımında zibil qabları tam boşalmalıdır. Məni tanıdın? Kiməm mən? Atıda səhər. Hə, o vaxt səhərdə işləyirdim. Görürsünüz, sadiq tamaşaçılar. Biz indi Ol. Gəl Əli, gəl. Tullantıları tökür bura. Sonra deyirlər ki, iş tapa bilmirik, iş yoxdur, işləmək oturub. İş hər yerdə var. İş hər yerdə var, iş həmişə var. Bazarlıq lazım. Bazarlıq lazım. Belə fikirləşirlər ki, burada nə var? Əsl bu işi bacarmaq lazımdır. Bunu da bacarmaq. Hələ tutun, atdın ora, onunla iş bitmir. Bəli, bəli. Cavab deyil biz bu işin hamısına. Burada bir qayda var ki, başqa məhsul gedə bilməz. Kardona yalnız kardon getməlidir. Bəli. Biz məsələ elə diyorsak. Şimdi biz cavab deyil, bu ülkələrimizin hamısına. Bəli, bu Türkiyə itfaiyəsi idi və bəli, yanğın söndürənlər deməkdir itfaiyə Azərbaycan dilində. Hardasa yanğın baş verib, onların da işi həmişə var. Azərbaycan yanğın söndürənlərdə biri oldum. O verilişdə maraqlı məqam o idi ki, biz normal çəkiliş aparırdıq. Bir də gördük ki, həyəcan siqnalı. Həyəcan siqnalı bilirsiniz nə həyəcan siqnalı? Yanırdı. Hara? Hökumət evinin arxasındakı 16 mərtəbəli bina. Mən də geyindim geyimimi, getdim yanğın söndürən kimi iş başına. Onlara kömək etdim, bütün prosesi göstərdim. Yenə deyəsiz, Fərid yenə də deyir, teleməkanda ilk dəfə. Bəli, bu da yenə teleməkanda ilk dəfə idi. Bunu mən etdim, bizim komanda etdi. Və orada bir maraqlı məqam o idi ki, elə bir bina yanır, bir yaşlı nənə əlində zibil düşürdür aşağı. Deyirəm, ay nənə, başa xeyr, bu nədir, bu nə zibildir? Ev yandır, bu zibilin vaxtıdır. Tutdum nənənin qolundan düşürdüm aşağı. Buyurun fragmenti izləyin. Sabah rayon yanğın mühafizəsi dispetçer Çavuş Bəbalayeva aydındır, yazırıq. Bakı yılmağın yandı. Operator kaldı kardeş. Yüksək mərtəbəli bir bina hazırda kül olmaq üzrədir. Gəlin. Gəlin, gəlin, burada boğularsınız, gəlin. Lift işləmir, gəlin xanım, bina yanır. Yox, siz burada dayanmı? Hə? Gəlin də, gəlməzsə kömək üçün gəlmişik, gəlin. 6-cı mərtəbənin mənim yadıma sağ. Hə. Orada o ev gəlsinin qapısı vardı, gəlsin açdım. Bura neçədir? Bura bilmirəm neçədir.
Ay xala, siz gəlin düş. Bırak sen. Yok kapılarını Aç. çek. Bırak sen bizi. Gəlin tutun əlinizi, verin. Zibilini iniyorsa ev yanır, tek rəqə. Xala, başda xeyr, ev yanır, bina yarısı da zibil aparsınız. Gəlin, gəlin. Bəli, bilirsiniz ki, mən iş həmişəvarda taksilərin də iş rejimi göstərmişdim. Bir gün taksi sürmüşdüm. Bu taksidən yox, amma London taksi sürmüşdüm. Türkiyədə London taksisinə rast gəlmək olmur. Türkiyədə adi taksilərdir. Çünki benzin burada bahadır. Ekonomik maşınlardan istifadə edirlər. Gəlin yaxınlaşaq. Salam qardaş, salam abi. Aleykümselam. Adım Fərid, Azərbaycandan iş həmişəvar proqramından. Rahat adım. Mən bu sənə bu il proqram yapdım. Verilişdə bir taksi sürücülüyü yapdım Azərbaycanda. Bizdə taksilər var, London taksiləridir. Adını eşidərsən. Həqiqətən çox ağır işiniz var, zor işiniz var. Gecə gündüz fərq etmir. Sizin üçün iş həmişə var. Buradan Azərbaycan taksi həmkarlarına əl sallar, fikrini bildir. Hemşehrilerimin hepsine selam. Taksi orada nasıl bilmiyorum, burada çok zor. Ən zor iş, zorluq nədir burada? Burada en zor gece. Gecə. Gece iş. Akşam Şeylər olur, düzgün Sarhoşlar. insanlar, sarhoşlar. bu nasıl söyleyeyim hani pislik insanlar çok Pislik insanlar. Bir geliyor, biniyor arabaya, kandırıyor seni. Evet. oldu, uğurlar. İşinizə davam. Teşekkür ederim. İndi hazırda fragmenti izləyirsiniz. Maraqlı bir nüansı da qeyd edeyim ki, taksi sürücüsü olduğum zaman mənim maşınıma oturan sərnişinlərdən biri bir cütlük otururdu. Onlar evlilik proqramında evlənirlər, həm də Türkiyədə. İndi də mən Türkiyədən təsadüfə bax. Oğlan da Türkiyədir. Həmin fragmenti izləyən məncə ən maraqlı məqamlardan biri odur. Qısa fragmentdən sonra yenidən qarşınızda olacağam. Deyəsən bu sənətə təzə gəlmişsin. Təzə gəlmişəm də mən verilişi əslində aparacağam. Hər həftə özümü müxtəlif peşələrdə sınayıram. Bu dəfə də qərarı aldım ki, taksi sürüm. Deyəsən evlisiniz, hə? Təzə evlənmişik. Təzə Allah xoşbəxt eləsin. Türkdür yoldaşım. Gəzməyə Türkdür. gətirmişəm. Mən də deyirəm ki, Azərbaycanlı olsaydı oturmazdı maşına. Kamera görüb oturmazdı. Kameralara alışıqdır. Alışmısınız? Alışıqdır. Hardan alışmısınız kameraya? Esra Erol'da evlənməyə çıxmışdı, tabrik getdim. Esra Erol? Esra Erol verilişinə evlənməyə. Bu Türkiyənin ATV-sində, o evlilik proqramı. İndi Fox'ta da hal-hazırda. Fox'ta. Allah! Bəxtimə bax. Əsl televiziya insanları çıxdı. Allah xoşbəxt eləsin. Çox sağ olun. Sən də mi orada evlənmişmişsiniz? Hə, oraya çıxmışdı, taliplərini arayırdı. Bəyəndik getdik talip. Siz Türkiyədə yaşayırdınız o vaxtda, yoxsa necə? Yox, mən Bakıda gördüm, bəyəndim, getdim. Oğlan üçün Bakıya getmişsiniz? Yox, İstanbul'a getmişəm. Ay, bağışlı çaşdım. Oğlan üçün Türkiyəyə getmişsiniz? Bəli. Gör, qardaşın adı nədir? Bülent. Bülent? Bülent. Bülent abi. Bakü'den geldi, koptu, Türkiye beni kopardı. İnansız, indi eşidirəm belə bir şey. Oğlanı görüb bəyənib gedib Türkiyə. Cəmaat buradan rayonlara getmiyor. Sevginin gücünə baxır. Qismətin. Sınavında faydası oldu ki iki tanışırdı bizi. Yəni qismətin harada olur olsun, qismətin. Orası Gəlir düzdür. səni tapır. İstər İstanbulda, istər rayonda, Siz istər özünüz Bakıda. Bakılısınız? Mən Zaqatalalıyam. Zaqatalada görüb getdiniz, yoxsa? Yox, Bakıda yaşayan mən. Uşaqdan Bakıda Bakıya yaşayırsınız. gəlmişik. Hə. Amma özüm İstanbul'a gedib gəlirdim, özüm orada oxuyuram. Ha, orada oxuyurdunuz ona görə. Hə. Bir söz, evdəkilərin reaksiyası necə oldu? Biz bilirdik də Azərbaycanda da evlilik proqramları olub. Ora qatılmamısınız? Yox, bizimkilər çox qarşıydı. Mən Türkiyə gedəndə təhsilimlə bağlı gedirəm dedim. Bir də dedim belə bir oğlan var, amma verilişə çıxacağımı demədim. Hə. Gizli çıxdım. Bacıma da mesaj attım ki, mamamı yatdır, verilişə çıxacağam, görməsin. Bir anamı yatızdır, hə? Hə. O an mamamı yatdırıb ki, get mama yat, gün ortadır da, uşağa baxarsan axşam. Çıxdım proqrama, sonra axşam qohumlar zəng vurub ki, sənin qızın proqramdadır da. Allah, sən də ürəyə bax. Heç də mamam mesaj attı ta buradan oraya ki, çıxmısan proqrama. Dedim ki, yox, çıxmamışam. Bir axı görüblər səni, niyə yalan deyirsən, baxacam dedim. Dedi, girib internetdən baxacam indi. Hə. Deməli, mama çıxmışam, neyiniyim, və çıxmalıyam da, qayda qanunu da var. Qıraqda görüşsək, onun müqaviləsi var, mümkün deyil qıraqda görüşmək. Elə sonra Bülent'i tanıdı, gördü ki, belə düzgün adamdır. Yavaş-yavaş ikna elədik. İstanbullusan qardaş? İstanbul'un doğumluyum.
Bakıda yaşayırsan artıq, hə? Yok bak Gezmeye geldik. Gezmeye Gəzməyə gəlmişsiniz. getirdim. Görürsünüz, gəzməyə gəldiniz. Azərbaycanın ATV televiziyasının İş Həmişə Var proqramının taksisinə oturduk. Memleketimiz oldu. Arxamda Türk polisini görürsünüz və mən də polislər haqqında veriliş hazırlamışdım. Postpatrul xidmətinin bir günlük işini sizə göstərmişdim. Geyinmişdim polis qiyafəsini və dedim ki, iş həmişə var. Türk polislərini görürsünüz, maşınına yaxınlaşmaq istəmirəm. Çünki çəkilişdən və yaxınlaşdım, dedi icazə almaq lazımdır. Bəli, düzdür. Azərbaycan polisini də çəkmək üçün biz icazə almışdıq Daxili İşlər Nazirliyindən. Çox sağ olsun, şərait yaratdılar. Amma bizim bu qədər vaxtımız yoxdur. Gedək Ankara Emniyyət Müdürlüyündən icazə alaq bu polisdən bir müsahibə almaq üçün. Ona görə vizual, uzaqdan görüntünü təqdim edirik. Bu da Türk polisidir. Çox sakit tərzdə oturub öz işini aparır. Trafik polisidir, yol polisidir. Ümumi sizə fraqmenti təqdim edirik. Baxın, ən maraqlı məqamlar. Orada küçə ticarəti ilə məşğul olan insanları apardım bölməyə. Piyada keçidindən düzgün istifadə etməyənləri cərimələdim. Qısa fraqmentdən sonra yenidən qarşınızda olacağıq. Ay xanım. Xanım. Hanım bir dənə zəhmət. Xanım bir dəqiqə olar. Ay xanım. Hanım bir dənə gözünüzə. Yol keçmisiniz də xanım. Görürsünüz, öz mədəniyyətini göstərir. Bir də mənəm pozam. Elə Sizin kimi qanunu pozanları biz yaxınlaşıb qanunu xəbərdarlığımızı edirik. Nəyə görə qanunu pozursunuz? Bir tələsir. Zəhmət olmasa şəxsi məskəninizi verə bilərsiniz. Bəli? yoxdur şəxsiyyət bəsədə. Niyə özümdə Smart. saxlamalıyam? Adınız, familiyanız. Zəhmət olmasa soyadınızı Mən Siləyəm, biz düşmüşük bir dəfə bacım düşüb. 20 Cərimə olunmusunuz 20 manat. Yox, bacım Niyə oldu. təkrar 19 edirsiniz? manat qədər. niyə təkrar edirsiniz? Təkrar edim. Bir dəfə xəbərdarlıq olunmusunuz, inzibati Mən protokol olmamışam. tərtib olunub sizə. Gəl bu dəfə xəbərdarlıq bir imkan yoxdur. Gəl bu dəfə keçək. Xahiş edirəm, poliklinikaya, bağçaya gedirəm. Mən oradan ora gedim, təzədən qayıdım. Bundan sonra elə eləyin də xahiş Qanun edirəm. onu tələb edir. Siz o yeraltı keçsən istifadə eləməlisiniz. Yeraltı keçidə o qədər minlərlə manat xərcləyib niyə tikiblər? Onsuz ki, istifadə eləmək üçün tikiblər. Yaxşı xanım, yolunuza davam edin. Oldu. Bir dəqiqə olar. Hara qaçırsan? Qaçdı getdi. O boyda kişidir, bığına saqqalına yaraşır onun qaçmaq. Məni gördü belə bir dəqiqə deyən, nətər qaçdı getdi. Qardaş keçmə. Cəfərov Cəfərov. Yusufov. Yusufoğlu. Doğum tarixini deyərdiniz. 1981. Bütün informasiyalar smart aparata daxil oldu. Biz Azərbaycandan gəlmişik, İş Həmişə Var proqramından. Olsun qarışıq. Karışık. Qarışıq yox. Bu nəyli? Limon. Limon, bu Kahramanmaraş. Evet Kahramanmaraş. Evet şov. Bu aldatmağınız oynadı ha. Al bakayım abi. Eyvah. Tut abi. Bunda ver. Bəli. Yaxşıdır, bəsdir. Bəsdir, yaxşı. Gofret abi. Gofret de onun nasıl olmalıydı? Məni alladanda. Al bakayım tut. Öyle tutuyorsun. Yaxşı da başa düşdü, şirinlik eləmə. Bəs. Ah. Ah. Yox da yaxşı. Yaxşı, başa düşdüm. Bəli, hörmətli izləyicilər, mən getmişdim Lənkərana. Lənkəranda süd qarışıq Vanilya, çakla. hə, getmişdim Lənkərana. Orada sizə dondurmanın hazırlanmağından, pendir hazırlanmağı, dondurma hazırlanmağını təqdim etmişdim. Yenə aldatdı. Ən yaxşı bu məni aldatmağa davam edəsin. Siz də həmin fraqmenti Aha izləyin. yetti. Kaç lira? Başka var mı? Arkadaş. Yersiniz. Kaç lira? 5 lira. 5 lira. Ha. 5 lira. 1 2
3 4 Aldadıram da. Sağ ol. Sağ ol. Bu format tez-tez eləməliyik. Tez çünkü geçtiyse Boşa gedəcək. Test. Verin, nə verirsiniz? Ayağınız zengin olsun. Sağ olun. Yaxşı olasın. Amin, amin. Bura neçə dərəcədir? 28 dərəcə. Allah! Allah, qaçıram, deyəm. yavaş yıklarsan. İnanın. Danışmaq mümkündür. Meyve nektarı aşağıda qablaşdırmada gördük və bu qapqıdan istifadə olunur. Bu meyvənin pürəsidir, tam təbii. Dadına Cem baxa yoxdur da, bilər. Cem. Cemdir, tam təbii. Baxın, Yemək olar da bu niyə olmur ki? Tam təbiidir. Bərəkətli olsun. Gördüyünüz kimi nektar əlavə olundu. Sonra isə buna heç nə qatılmır. Yalnız isti su və şəkər əlavə olunur. Sonra olur bu meyvə suyu. Tam hazır şilədir Tam də. hazır meyvə Bu suyudur. artıq buradan gedir paketlənməyə. Buradan gedir aşağı meyvə doldurma, şüşə doldurma setlərinə gedir, dolum setlərinə gedir və gördüyünüz kimi meyvə nektar hazırlamada hansı məhsul istehsal olunur? Yəni Nə yüz- var tərkibində? Nə var içində? Meyvə, nektarları nə var? Nəfəsim kəsildi, qurban olum. İçəcək 100 lira bunu. Mən qabağı görmürəm. İşləmişəm var. Bəli, burada işləmək biraz çətindir. Zibilliğine yaptı o. Yox, zibilliyə də baxmısınız. Zibilli də iş idi də. Burada işləməyin bilsin niyə çətin deyirəm. Bizim üçün çətindir. Bizim kameralar buxarlanır. Bizi kadr götürə bilmir. Biz görünü biz 4 il işledik, görünü biz ne? Nə seçirik? Əsas pul olsun, çörək çıxsın, halal pulunuzu qazana biləsiniz. Əsas odur. Deyirlər iş yoxdur, iş yoxdur. Da iş həmişə var. Balaca cüzə. Bəli, Ankarada gəzintim davam edir və iş həmişə var. Sezon finalını sizə təqdim edir. Bu cüzələri boş yerinə göstərmədim sizə. Bu cüzələri göstərməkdə məqsədim odur ki, ötən mövsüm sizlərə Ümişlidə broiler zavodunu göstərmişdim. Adın nə? Kim? Zabıta gəldi. O zaman sən qaç. Zabıta gəldi, deyir, mən gəlib tutub aparacaqlar. Saskova gəlib. Gəl qardaşım, gəl. Bunun rənglərini belə necə edirsiniz? Rəng vurursunuz yoxsa? Renkləri, rəngi belə nasıl yapıyorsunuz bu renkdə? Toz boyayla boyanır. Boyarsınız. Cəmaatı niyə aldadırsınız? Mən də elə bildim öz rəngidir. Hə. Bəli, indi qısa fraqmenti sizə təqdim edirik. Qardaşımız qaçdı, zabıta gəldi. Hələlik abi. Sözüm ondadır ki, həmin prosesi təqdim edirəm. İmişliyə getmişdim keçən mövsüm. Orada siz yem fabrikində də məni işləyən gördünüz. Traktor idarə etdim, traktor sürdüm. Yem hazırladım və broiler zavodunda işlədim. İzləyin, yenə görüşəcəyik. Bu da deşiydi bu da. O da ayrılır, götürülsün. Buradakı cüzələr düz 26 günlükdür. Aşağıdan tut bir. Ay toru! Aşağıdan tut, aşağıdan. Əli aşağıdan tut, burasından. Burasına. Hayasız toyuq deyil bunlar. Neçəyini bu işləməzsən? Qəssabına verirsən. 6 toyuq kəsilsən, ha? İş həmişə var, düzdürmü bəlkə? Ha, evet. Çalışıyor.
var. Siz neçə ildir bu işlə məşğulsunuz? 11 il. 11 ildir bu işlə məşğulsunuz. Hə, Məmnunsunuz işinizdən? yaxşı, işimiz də əladır, yaxşı. Əsl xanım işidir də. Evdə elə bir toyuq kəsib təmizləməyə mi deyirsiz də? Yaxşı, əla işdir, əla işdir. Astar da getməliyik. Başladı, başladı. Bunu da Girmək lazımdır 5 ola. getdi. Sonra kəllə vurursan. Burnum getdi. Dəyərli izləyicilər, hazırda Türkiyənin başkəndi, paytaxtı olan Ankaradan ayrılır. Bura biraz ciddi bir şəhərdir. Daha çox rəsmi orqanlar burada yerləşdiyindən daha çox burada əyləncə mərkəzləri azlıq təşkil edir. Əslində bu Ankaraya, Hataya getmək üçün gəlmişdim. Hataya niyə gedirəm? Onu inşallah sentyabrda biləcəksiniz. İndi Hatayda sizə bugünkü iş həmişəvarın stand-uplarını təqdim edəcəm. Birazdan reklamlardan sonra Hatayda görüşmək ümidi ilə hələlik. Bəli, sizə söz vermişdim ki, gəlib Hatayda sizinlə görüşəcəm. İndi isə gəlmişəm Hatayın mərkəzinə, mərkəzi küçəsindəyəm Hatayın və sizə iş həmişəvarın sezon finalını təqdim edirəm. Və növbə gəlir çatır, Fövqəladə Hallar Nazirliyinin sulardan xilas etmə xidmətini yaxın zamanlarda sizə təqdim etmişdim. Maraqlı bir veriliş alınmışdı. Göstərirdim ki, bu xilas edicilərin, sulardan xilas edicilərin işi həmişə var. Geyindim onların paltarın əmməli başladı. Getdim dənizə, bir başıma qəza gəldi, skuterdən yıxıldım, az qala boğulmuşdum, canımı yaxşı qurtardım. Bir xilas edici olmaq üçün üzməyi bilmək lazımdır, amma mən üzə bilmirdim, ona görə başıma hadisə gəldi. Gəlin, izləyin fragmenti, yenidən birlikdə olacaq. Qardaş, çox yaxınlaşma, yaxınlaşmayın. Hələ ki, qayda pozan yoxdur, hamı normal sınır, hə? Mən idarə eləyə bilərəm, yoxsa yox? Çətindir? Hə? Su ilə oynamaq lazımdır, hə? Qaydanda mən sürəcəm. Bir dənə skuter qalıb, skuterdə sürək də. Olmaz gəmiyə çıxmaq. Getdik gəmiyə. Gəlin, dən kömək eləyirəm sənə, gözlə. Çıxmayın bura, uşaqlar. Sür, mən tutum onların qollarından. Yaxınlaşır. Ay balaca. Olmaz, uşaqlar, olmaz. Gəlin, nə var burada? Tullanın suya. Gəl, sənə kömək eləyim. Gəl bura, gəl ot burada. Gəl bala bura, gəl. Gəl ot bura, gəl ot arxamda.
Sol yavaş yavaş. Gel gel. Oldu. Gördüyünüz kimi, hörmətli tamaşaçılar, artıq daxil olmaq üzrədir. Çox çətin bir əməliyyatdır. Hə? Üçə. Görürsünüz, xilas ediciləri iş həmişə var. Qapını aç. Axtarır. Tapdınız, adam var içəridə. Bu otaqlara baxmışam mən. Hə. Yoxdur orada, amma burada... Hə, burada var. Burada. Zərər çəkən burada yatıb. Nəsə halı pis. Halı pis nəsə. İçkili haldadır. Neçə gündür yatmışsan? Su gətirin. Su götürəyin. İlk tibbi yardım göstərəyin. Burada nəsə su var. Nəbzi normaldır. Naşatır onu. Xilas etmə idarəsində ilk işə başlayan vaxtı ilk öyrəndiyimiz şey tibbi hazırlıqdır. Və ardınca da alpinizm hazırlığı. Artıq əməliyyat başa çatdı. Qapı açıldı. Xilas etmə qrupunun əməkdaşları böyük peşəkarlıq göstərərək bu əməliyyatı yerinə yetirdi. Çox şükür ki, salamatlı oldu, yaxşı ki yatmışdı. Biraz da gec olsaydı, ola bilsin özündən aclıqdan bu özündən gələcəkdi. Yadınıza gəlir, getmişdim Ağstafaya, orada mebel zavodu yerləşirdi. O mebel zavodunda işləyən işçilərin iş prinsipini sizə göstərmişdim. İnanırsınız, yumuşaq mebel hazırlanmasında bütün prosesi sizə göstərdim. Yaylardan tutmuş, düz mebelin qablaşdırılmasına qədər bütün prosesi sizə çəkdim, göstərdim. Həm də qaynaqçı oldum, belə el dilində belə deyirlər, svarşikliyi də eləmişdim həmin verilişdə. Baxın, həmin fragmenti izləyin, birazdan yenə görüşərik. Verin mənə, özüm yavaş yaşadım. Şimdi çanasını atır. Belə, Çok yok. belə, Biraz yaxın. Siləydi. belə. Yox, eybi yoxdur, tikməsəm də olur. Nəsə bu incə işdir. Yaxşı, bağışlayın işimizdə elədim, nəsə alınmadı. Hə, ümumilikdə burada iş bu formada baş verir. Bu qardaşlar nə edir burada? Salman, nə tərəfdir? Biçim. Yox, olmayasın. Biçim bölümüdür. Yəni parçalar, dərilər burada biçilir ölçülərə görə, ondan sonra kişilərə verilir. Hə, ilk iş buradan başlayır. İlk iş Burada buradan başlayır. parçalar hazırlanır. Parçalar hazırlanır. Kəsməyinə kəsdim, amma o xəttdən kəsmədim də. Biraz əyri kəsdim. Bunu bu bara qoysan, bax bu düz bara var. Bura gidiyor. Yadınızdadırsa, sonuncu verilişimiz bir həftə bundan əvvəl sizə təqdim etmişdim.
Gəncədə yerləşən traktor zavodunda olan iş prinsipini göstərmişdim. Orada traktorun düz ramasından tutmuş ən xırda detalından ta traktoru yığdım da, traktoru idarə etdim də. Maraqlı bir proqram alınmışdı. Həmin proqramdan qısa xülasəni izləyin. Yenidən birlikdə olacağıq. Hazır. Hazır. İndi bunları müsahibiçlə transmisiyanı birləşdirmək üçün boltlarla bağlayırıq. Şudur. Hə, sonra bu artıq yanacağın baka qayıtma sistemidir. Qayıtma sistemini də bağlayırıq. İnanmazdım ki, əllə traktor hazırlayırlar həqiqətən. Aşağı elə, aşağı elə. Tam traktor görəcəksiniz. Elə mən bu traktoru idarə edəcəm. Boş-boşuna operatorımız Elçin asfaltı göstərmədi. Bəli, asfaltdan danışacağım. İlk Həmşəvarda bir buraxılışında da mən asfalt çəkmişdim. Asfalt çəkənlərlə bir gün, bax, bu istidə, Hatayda qeyd edeyim ki, hava çox isti olur. Ərəb ölkələrinə yaxın olduğundan, burada Suriyaya yaxın olduğundan, burada hava isti olur. Hazırda 38-40 dərəcə isti var. Asfaltın istisi insanı yandırır. Və mən sizə göstərmişdim ki, bu zəhmətkeş asfalt çəkənlər necə işləyir. Onlarla birgə işləmişdim. Ayağım da yanmışdı asfaltın istisindən. Həmin fragmenti izləyin. Birazdan yenə birlikdə olacağıq. O düzgünün altında yumru var ha. O tekerin biri onun altındadır. Onu düz o asfaltın, tez asfaltından köynə asfaltın üstüne sal ver qabağa. Yerində fırlama, gedə-gedə. Belə? Gördün mü? Ben oranı görmürəm, sen görürsən. O düzgünün altı yumru var ha. O sal asfalt, təzə ilə köynə. Saldım. Gərəkçik bir geçsin. O təzə ilə köynə asfaltı birləşdirir. Birləşdirirəm. Düzdür. Birləşdirir. Ayaqlarım yandı ayaqlarım. İstidir, gəlin bura. İstidir. Neçə dərəcə istiliyi var? 150 dərəcə istiliyi var. Ayaqlarım yandı. Gör yazıq bu işçilər yayda nə çəkir. Burada 400 milli göstərir, 9 mm, 8 mm. Siz bu düymələri basmaqla nə edirsiniz burada? Siz tarazlığı tutursunuz da. Yandı ayaqlarım, özüm önüm yandı ayaqlarım. İndi beləncə bu vəziyyətdə aşağı sal, çox vardan qaldır. Aşağı sal, biraz aşağı sal. Bu əli aşağı. Sallam. Yavaş. Hər şey yavaş. Yavaş. Hər şey yavaş. Yavaş. Hər şey yavaş. Bura Hatayın Arxeoloji Muzeyidir. Boş-boşuna bu muzeyin qarşısında sizə veriliş təqdim etmirəm. Yadınıza gəlirsə, bir neçə ay bundan əvvəl getmişdim Lahıca. Lahıcda tur bələdçiliyi edirdim. Təxmini bir ay bundan əvvəl tur bələdçiliyi edirdim. İşim Lahıcın tarixi ilə bu turistləri tanış etmək idi. Həqiqətən o da çətin bir peşə idi. Həmin insan intellektual səviyyəli olmalıdır, həmin insanın savadı olmalıdır, o turistləri başa salmalıdır. Bura arxeoloji muzey olduğundan Lahıc qədər buranın da tarixi qədimdir. Ona görə də burada xaricdən turistlər daha çox gəlir. Ona görə arxeoloji muzeyin qarşısında sizə bu stand-up'ı təqdim edirəm. Baxın, həmin fragmentə maraqlı hadisələr başımıza gəlmişdir Lahıcda. İzləyin, yenə görüşəcəyik. Tur rəhbəriniz mənəm, Fərid. Həm də veriliş seçirik, ATV-nin iş həmşəvarı verilişin. İnşallah yolumuz Lahıcadır. İşdir də bu da. Görsən iş həmişə var. Balaca yaşından bir dənə eşək almasan 20 manata pul qazanırsan. Gündə neçə manat, 20 manat qazana bilsən, neçə olmasan? Nə qədər qazanırsan? Belə
5 manat qazanırsan, bax sənin neçə yaşın var? Mən yaşını denə mənə. 12. Bu 12 yaşında günə 5 manat qazanırsansa, bu böyük bir nailiyyətdir həqiqətən. Oğlanlar var günə 2 manat qazanamır, otururlar evdə deyirlər iş yox, iş tap. İş nə? İş həmişə var. İş həmişə var. Baxmısan verilişimizə? Hə, baxmışam. Ha, görsən, Nə bilim sən dənizdə olursan, nə bilim toyuq fermasında olursan. billə. Hə, Görsən eşşəkdən də pul çıxardırsan sən, halalsan. Bura haradır? Hə, gəlib çatdıq hamama, özünüz oxuya bilirsiniz də, 19-cu əsrdə tikilib. Buranın maraqlı bir texnikası var. İçəridə indi çimənlər var. Gəlin, özəl bir qoxusu var. Odunla isinir bura. Odun iyisi gəlir. Hə. Hə, içəridə çimirlər, ona görə girmək içəri. Bir nəfər çimir. Hamama baxaq. Bu hamamın maraqlı bir tarixi var. 19-cu əsrdə şəkili memar tərəfindən hazırlanıb. Burada elə bir bu hissələri görürsünüz də. Odun atırıq, elə bir 4-5 dənə taxta atdıq. O taxtanın bütün hamam qızır. Həm polu, həm divarları, həm də su qızır. Hə? Otaq içinmək üçün, orada bir də dayı içmir. Ona görə girə bilmiyor. Bildin bana? Hə. Bax, bunu belə kinət qoyursan. Aqa ver mənə. Bir dənə döyün sizdə. Hə, tutmuşam mən siz döyün. Bir çəkişi var görürsən. Yüngül tutmaq lazım. Yüngül var. Hər 8-in öz ağırlığı lazımdır. 8-ə 100 vermək lazım deyil. Yox, yox. Gəl çəkiş elə rahat vurasan onu ki, o elə hə. İstəyir ki, onu düzəldəsən. Bax, o misli. Elə vurursan ki, o özü istəyir ki, onu düzəldəsən. Hə. Sən düz vurmursan, bax, yeri qalır orada. Hə. Bir dənə tutun əlimdən vurun bir də. Əlimdən tutun vurun. Bax, beləkinə vurur. Bax. Bir dənə tutaq. Bax, mən hətta məsələn onu vura bilməyəndə hə. Bir dənə vurdu qulağımın dibinə. Bir də siz də vurun mən qulağıma. Gəl onu qulaq dibi görmək lazımdır da. Vay, onu öyrənmək. Bəli, söz verdiyim kimi gəlib çatdım Adanaya. İş həmişəvar da davam edir. Adana görürsünüz, Türkiyənin böyük şəhərlərindən biridir, amma nə etmək olar ki, burada yay çox isti keçir. Gündəlik azından 40 dərəcə isti var. Burada avtobus dayanacaqları belə kondisionerlərdir. Çünki çox istidir həqiqətən. Görürsünüz, arxada bizim sözlə desək, bizim dillə desək, Azərsu əməkdaşları çalışır. Onlar sıradan çıxmış borunu təmin edirlər. Yadınızdadır, ötən günlərdə mən də onlarla birgə işlədim. Həm kanalizasiya təmizlədim, həm getdim həmin o aerasiya zonası var idi, o kanalizasiya sularının təmizləndiyi yerə. Onu da göstərdim, teleməkanda ilk dəfə mən sizə göstərdim və sıradan çıxmış borunu mən də təmin etdim. Diqqətiniz bizdə olsun. Fragment izleyin. Elə bir sudan ayrılır da, bütün zibillər sudan ayrılır. Yeni müasir bir qurğudur. Kanalizasiya suları burada gördüyünüz kimi çox çirkab haldadır. Vakuum vasitəsilə kanalizasiya suyunun tərkibində olan torpaq və qum ayrılır. Küləyə görürsünüz, o suyu vurur sifətimə. Sifətim, əlim, qolum kanalizasiya suyudur. Həqiqətən bir möcüzədir, bu texnologiyanın inkişafıdır. Su görürsünüz, arxamda bir gölməçədir. Bayaq gördüyünüz o çirkab sular necə təmizlənir, göz yaşı kimi olur. Adananın mərkəzində yerləşən bir, nə deyim sizə, həm çörək sexidir, həm də türklər belə deyir, pastanədir. Yadınıza gəlirkən mən də çörək sexini sizə göstərmişdim. Gecə səhərə dək sizə çörək hazırlamışdım və o çörəyi mağazalara paylamışdım və göstərmişdim ki, çörəkçilərin işi həmişə var. Belə bir söz var, çörəyi ver çörəkçiyə, birinin də üstəlik. Həqiqətən çətin və məsuliyyətli peşədir. Səhər oyanlıq, isti çörək yeyirik, o çörəyi o çörəkçilərin sayəsində yeyirik. Mən də onların iş prinsipini sizə göstərmişdim. Həmin fragmenti təqdim edirəm, buyurun izləyin. Tez-tez, burada cəddlik lazımdır. Qab verin, qab verin.
Yapışdı. Burada nə iş görürsünüz? Bax, xəmir gəldi. Bunu nə edirsiniz? Bir də göstərərdiniz. Özü kesilir. Bu nəzarət kontrol tərəzidir. Və yoxlayırıq. Də, düzdür. Yorulmayasınız, bu saatda burada işləyirsiniz, xalqa xidmət edirsiniz. İşinizin adı nədir burada? İşimizin adı çörək səfədir. Yox, siz çörəyi nə edirsiniz? Dinləməyə qoyuruq. İndi bir saat sonra keçəcək, çörək olacaq, vuracaq peçə. Peçə vurulacaq. Bir saat saxlayırsınız da burada? Belə fırlanacaq parda. Ondan sonra keçəcək o yüzdən, belə köpəcəkdə loruzluqda desək. Neçə ildir çörəni? Acımağa qoyuruq da. Evdə çörək bişirmirik, analarımız evdə çörək bişirir, acımağa qoyuruq. Bir saatdan sonra o yüzdən acıyacaq, peçə vuracaq. Neçə ildir çörəkçilik edirsiniz? 5-ci ildir. 5-ci ildir. Belə məmnunsunuz işinizdən? Çox yaxşıdır, çox. Müdiriyyətdən də, kollektivimizdən də çox razıyıq. Türkiyəni gəzə-gəzə, dolan-dolan gəlirəm Ankara, Hatayın Kırıkan ilçəsi, sonra gəldim Adanaya, növbə isə İstanbulundur. İstanbulda Taksim meydanına gəlmişəm və burada iş həmişəvarı sizə təqdim edirəm. Bir veriliş yadınıza gəlirsə, bulvarda həm mühafizəçilik etmişdim, həm də bulvarda süpürgəçilik etmişdim. Həqiqətən o maraqlı bir proqram alınmışdı. O zəhmətkeşlərin tramvay, Taksimin belə desək də gözü tramvaylar. Bəli, o verilişdə mən küçədə süpürgəçilik etmişdim və mühafizə peşəsini sizə göstərmişdim. Maraqlı məqamlar var idi, o zəhmətkeşlərin iş prinsipini sizə təqdim etdim. İndi də istəyirəm qısa xatırlatmanı izləyəsiniz, birazdan yenidən birlikdə olacaq. Baxın, o tərəfdən yolun qırağında, yuxarı yolda şey var, yol var. Oradan gedəsən, çıxasan yeni bulvara və yeni bulvardan yola davam edirsən. Gəl, otur, sən aparım, göstərim yolu. Gəl. And I'm getting weary. How far is heaven? I know that I need to change my ways of living. How far is heaven? Lord, can you tell me? Bəli. Əsas olsun, işi sevmək lazımdır. See you with no other man? No. Me. Only me. Bizi bu işə ıxlandıran, fərəhləndirən əsas müdiriyyətimizdir. Allah onun köməyində dursun ki, fəhlənin qeydinə qalır. Nə tərlər, bizim geyimizə baxın. Bəli, əla super geyim. Demək ki, bir 4 dəfə bizə paltar verirlər. Maaşımız yaxşı, çox razıyıq. Ona işdir də, başımız sağ olun, həm ziyarət, İşin fərqi həm ticarət. Bir də söz deyim. Həm dincəlidir, həm işləyir. İşləmək ayıb deyil, pul qazanmaq ayıb deyil. Oğlanlar var bu dəqiqə oturur evdə. Deyir, iş yoxdur, iş tapamıram, mən işləyəmirəm. Düzdürmürəm bəlkə? Həm narazı deyil. Deyir, iş həmişə var. İşdir də, Allah kömək olsun müdiriyyətin, valla. Bizim hər cürə qayğımıza qalır. Nə qədər maaş alırsın? 300 deyil, 350. 350, maşallah. Premiyamız olur, hər bayramlarda nə tər lazımdır bizə kömək edirlər, sağ olsunlar. Yaxşıdır hər şey. Hər şey İşləmək lazımdır. Buradan deyin, evdə oturanlar, işləməyənlərə mesaj göndərin. İşləmək lazımdır. Pis yolu seçməsinlər, həmişə düz yola gəlsinlər. Halal pul qazansınlar. Halal pul qazansınlar. Bəli, biz əlimizin əməyinə, bax, alnımızın tərinlə işləyirik, oğlanımızı çürüklə aparır. Buyurun, bura başladıqca. Oldu. Bəli, hörmətli tamaşaçılar, hazırda Taksimdəyəm. Görürsünüz, Taksimdə adətən küçə musiqiçiləri, müxtəlif ölkələrdən olan küçə musiqiçiləri yer alır. Bunlar pul qazanırlar, bunların da işi həmişə var. Sözüm onda deyil, mən də sizə iş həmişəvarı təqdim edirəm. Yadınıza gəlir, mövsümün əvvəlində mən neft daşlarına getmişdim, helikopterlə getdim neft daşlarına və Azərbaycanda neftçilərinin iş prinsipini göstərdim. Kompleks Qazma İşlər Trestinin əməkdaşları quyu qazırdı, neft çıxardırdı. Mən də o fəhlələrlə birgə, o işçilərlə birgə işlədim. Göstərdim ki, neftçilərin işi həmişə var. Həmin verilişdən qısa fraqmenti izləyin, yenə birlikdə olacaq. Bu həftə də ənənəyə sadiq qaldım.
Yolumu Kompleks Qazma İşlər Trestinin Neft Daşları İstehsalat bölümünün 25-85 saylı özülüsündən saldım. Dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın dənizdə neft quyularının necə qazılması, ümumilikdə zəhmətkeş neftçilərlə bir gün iş həmişə var da. Bəsdir. Qaldırın biraz. Qaldırın. Çəkin özünüzə sar. Çəkin. Belə mənim üçün rahatdır sizinlə işləmək. Mənlə işləməyə rahatdır sizə. Mən iş həmişə var, hörmətli tamaşaçılar. İş həmişə var. Bəsdir. Çox tərifləməyək. Bəsdir. Mənimsəmə əməliyyatını çıxmaq şərti ilə digər proseslərdə demək olar ki, əl əməyindən istifadə olunmur. Onu ora. Açdım. Keçirsən onu Fərid ora. Ayfa keçirdin. Bu stopunu sıxırsan, sıx bunu. Bir dəqiqə. Sıx. Hop, taxıl, yaxşıdır, Fərid, çox. Biraz boşalt Fərid, boşalt. Bəli, hörmətli izləyicilər, iş həmişə var davam edir. Hazırda Boğaz turundayam. Gözəl İstanbul mənzərəsini izləyə sizə veriliş təqdim edirəm. Yadınıza gəlirsə, ötən bölümlərin birində mən getmişdim bir də atçılıq mərkəzinə. Orada atlara baxırdım, at bəslədim, atın altına atdım, atları sümüzdürdüm. O peşənin çətinliklərini sizə göstərdim. İstəyirəm o verilişdən qısa bir fragmenti izləyin. Birazdan yenə birlikdə olacağıq. İşi bir görürsən. Afrikalar. Heç nə olmaz, heç nə. Biraz iyi var bu. Nəsə iyi. Nə yedirmirsiniz buna bu belə iyi verir? Var. Bir göstərəcək nə iyi. Yemləmə də eləyəcək inşallah. Bəli. Bir də tələsmə. Elə danışmam ki. Git, nuş. Bu neçə ilin atıdır? Bunun 6 yaşı var. 6 yaşı var. Bu ilin ikinci yarısında 7 yaşı olur. Yarışırsınız bu atlarla yoxsa necə? Bəli, bu təzə başlayıb, bu at cavan olduğundan. Sürəti neçəyə gedir? Çapara yox, xeyr, bizdə maniyələri atlanmaq. Nəsə oldu bunun? Yox, heç olmaz. Maniyədən atlanmaqdır. Maniyələri qorxmuram bu. Maniyədən yəni atlanır. Bizim yəni idmanımızın da konkur adlanır. Konkur. Bəli. Bu da maniyələri keçmədir. Keçə bilir yoxsa? Pis deyil. Tut, artıq qaldır. Özü bilir. Bununla belə belə ürəklə. Ayağı iyəndir bu. Çünki həmişə tapaq qalır ona görə. İş həmişə və hər yerdə var. Hazırda İstanbulda Qız Qülləsinin qarşısındayam və sizə iş həmişə varı təqdim edirəm. 3-cü bölüm isə iş həmişə varın 3-cü bölümü isə Bakı Zooloji Parkına həsr olunmuşdu. Orada özümü işçi kimi göstərdim, heyvanlara qulluq edirdim. Onlarla dil tapmağa çalışsam da bu alınmadı. Mən dəvəquşun hücumuna məruz qaldım və başım dəydi dəmirə, özümdən getdim. Hamının yadında bu qalmışdı. Sonra canavarların qəfəsini təmizlədim. Orada belə bir qoxu var idi, ay Allah. Yadıma düşür yenə pis oldum. Yoruldum, ayıları yemlədim və digər yırtıcıları yemlədim və orada da dedim ki, iş həmişə və hər yerdə var. İndi həmin fragmenti izləyin, yenidən birlikdə olacağıq. Mürəbbədir, mürəbbənin üstünə qoyurlar kök, alma. Sonra cəmaatımız... Bir də çay satmır, bunu səhər zatdır. Maşa. Maşa! Ay Maşa, deyim Maşa. Gəl. Maşa gəl, bunu tutarsan göydə yesin.
Başını çıxar, nə qədər çıxardı? Bəlkə buradan verim kletkadan. Verin siz bir də Yox, göstərin. sən oradan verərsən, o aşağıdan ayaqlı tutar. 4 yerə, alma 4 yerə. 4 yerə. Topu vurur adam, ha? Hə, bunlar balalardır. Analar, indi anaları görəcəksən, onlar çox təhlükəlidir. Bəlkə sən doğramayasan? Yo, doğramayacam. Kəsdim ya. Bir dəfə kəsdim. Dəvə quşu gəlmə. Yaxşı da verdim. Yaxşı çıxaq qaçaq. O! Yavaş can, yavaş. Dəvə quşu vursaydı bundan rahat. Nə oldu? Başı dəydi dəmirə, hə? Oldu. Kadrlardan izlədiyiniz Yuliya xanım düz 25 ildir ki, Bakı zooparkında çalışır. O, yırtıcı heyvanları yemləyir, yerlərini təmizləyir və onlara qulluq edir. Özünün də dediyi kimi bütün gününü heyvanlara həsr etdiyi üçün onlara çox bağlanıb. Yuliya xanıma bu zooparkda həmişə iş var. Zooparkda keçirdiyim bir gün mənə çox şey öyrətdi. Anladım ki, nə qədər yırtıcı görünsələr də, heyvanlar insan sevgisinə, mərhəmətə, şəfqətə möhtacdılar. Dilləri də yoxdur ki, şikayət eləyələr. Doğrudan da elə peşələr var ki, sahibindən xüsusi həssaslıq, insanlıq tələb edir. İş həmişə var və hərdən belə mənəvi məqamlara diqqət eləmək lazımdır. İstanbulda Boğaz mənzərəli bir kafedə oturmuşam və yadıma bizim Dənizkənarı Milli Park düşdü. Mən oraya da çəkiliş etmişdim. Dənizkənarı Milli Parkda afisiyantlıq edirdim. Afisiyantlıq işin orada tam bacarmasam da, amma vəziyyətdən bir təhər çıxdım. Həmin proqramın əvvəlində isə dostumuz Rızanın toyunda əmməli başda toy afisiyantlıq elədim. Həqiqətən orada ən yadda qalan məqam o idi ki, müğənnilərdən, müğənni Namiq Qaraçuxurludan, digər qonaqlardan, aparıcı ilkindən, hərəsindən, hələ bəyin özündən də 20 manat xərcliyi aldım. Yaxşı pul qazanmışdım, onu operator əli ilə bölmüşdüm. Sonra afisiyant qardaşla söhbət elədim. Bir maraqlı bir məqam o idi ki, ancaq orada mən danışırdım. Afisiyanta dedim, ay danış da qardaş, danış. O məqam yadımda qaldı və orada xərcliyi alma məqamları yadımda qalmışdı. Xahiş edirəm, həmin fragmenti izləyək, birazdan yenə birlikdə olacağıq. Bəli, pulları, 50 sənlə böləcəm, 50-50-yə. Çox sağ ol. Bir dənə. Çox sağ ol. O boyda Samir bayramlarda 1 manat. Sənə 1 manat. Olar. Sağ ol. Sizin də işiniz həmişə var, çətin bir işdir. 6-7 saat ayaq üstə. Buram danış da, mən danışıram, sən belə-belə eləyirsən. Danışıram, belə-belə eləyirsən. Heç olmasa yalandan danış da, nə qurban. Dayanmışam, öz-özümə danışıram. Oradan bağırsaydın, bağır. Darıxma, qurban olum. Həyəcanlanma, danış. Qaçmağı bilir. Hesabı aparaq. Tamam, buyurun hesap. Başka bir şey lazım değil. Nuş olsun. Dağıttım, bağışladım. Ayasofya məscidinin qarşısındayım. Həqiqətən İstanbul çox istidir. İstidən pişirəm və mən sizə təqdim edirəm iş həmşəvarın maraqlı bir bölümü var idi. Marketdə işləmişdim, satıcı kimi. Həm kassir olmuşdum, həm də vitrinçilik eləmişdim. Orada bir dostumuz vardı, o da Türk idi. İşte oranın müdürü, onunla maraqlı anılar yadda qaldı. İşi yarı bacardım, yarı bacarmadım. Getdim, mən də orada qəssablıq da elədim. Xahiş edirəm, həmin fragmenti də izləyin, yenidən birlikdə olacağıq. Mən də bu fəvvarənin yanında biraz sərinlənim.
Cemiyet de işçilerimize icazə veriyor çünkü tamını bilmediği malı satması zaten düzgün çıkmıyor. Ona göre tamına bakması lazım. İşçi Hemen. lazımdır sizə belə, həqiqətən. Lazım oluyor. İşdən sonra. O elinizdeki mahsulün miktarında nasıldır? Ama ki bakıyoruz burada az mahsul var. O zaman biraz kabağı çekerek yapıyoruz. Düzəcək yoxsa elə belə Yok. boşalır? Öyle karofkalar. Orada bak boş yer var. Bura. Burada yer, aha, oraya boşaltabilirsiniz. Biri düşdü. Bu şekilde iş görülmez. Bu şekilde iş görürsen hiçbir yerde iş bulamazsın. Malları sergeli yerine dizmen lazım. Gel parmağını kol var. Parmağına da fikir ver. Hah, indi Şaban koy burada, bunları koy. indi kasaba biraz okşadı. Onu da indi bu formada. Bununla. Buyur qardaş. Hardadır bu qardaş? Bunu yazmalıyam indi. Keçməndə bunu yazmalıyam. 476. Bəli, bu günlük, bu həftəlik və bu mövsümlük iş həmişə var itim. Bu günlük, bu mövsümlük və bu həftəlik iş həmişə var öz işimi bitirdi. İnşallah sentyabrda yenidən görüşərik. Bugün siz İş həmişə varın yadda qalan bölümlərindən qısa xülasələri izlədiniz. İnanıram ki, bəyəndiniz. İş həmişə var bu ilin fevral ayında öz işinə başladı və bu aylar ərzində böyük tamaşaçı kütləsi və rəğbəti qazandı. Hər kəs dedi ki, belə bir proqram görməmişdik, bu bir ilk idi. Çox maraqlı gəldi bizə, çünki biz bu proqramda zəhmətkeşlərin iş prinsipini göstərdik. Mən hər bölümdə bir peşə sahibi, bir peşədə özümü göstərirdim. İnşallah sentyabrda yenə özümü müxtəlif peşələrdə göstərəcəm. İş o qədər var ki, inansız siyahı tutmuşam. 50-dən 60-dan çox peşə qalıb. Türkiyə əslində dincəlməyə gəlmişdim, amma burada bir beynimə ideya gəldi, bir fikir gəldi. Getdim Hataya, Hatayın Kırıkan bölgəsində bir veriliş hazırladım. Həqiqətən çox maraqlı bir verilişdir. O verilişdən inanmıram Azərbaycanda o formatda bir veriliş olsun. Mən görəcəksiniz ki, nələr eləmişəm. İş həmişə varım, bu bölümü çox maraqlı olacaq. İnşallah sentyabr gözləyin. Hələ heç nə göstərmirəm, heç nə demirəm. Diqqətiniz bizdə olsun, şok olacaqsınız. Görün mən nələr eləmişəm. İnşallah sentyabrda görüşərik. Mən getdim, işim bitdi. Getdim istirahətə. İnşallah sentyabrda yenə gələcəm. İnformasiya dəstəyi Oxu Az İnformasiya Agentliyidir. Azərbaycan televizyonu. Sağ olun, siz necəsiniz? Ben bu kanala konuk oldum. Ne zaman? Ne zaman oldum? 1,5 yıl önce Danira Hanım'ın daveti üzerine gelmiştik. O münasebette. Ve biliyor musun, ben Bakü'yü öğrenince, Bakü'yü görünce Bakü'ye yerleşmek istedim. Niye yerleşmişsiniz be? Yerleşeceğim, çağırmıyorsunuz ki. Çağırıyoruz, gelin. Burada ne zor işi yaptın? Burada Hatay'da Kırıkan ilçesinde bir köy var, Gölbaşı köyü. Orada insanların işi kurbağa yığır, gölden kurbağa yığırlar. Evet. Onların geçim kaynağı kurbağaçılık. Bizim de programımızın məqsədi odur ki, iş her yerde, her zaman var. Tabii ki. İşlemək lazımdır. Yeter ki işlemək istəyək. Ben Türk dünyasının özellikle asıl probleminin mesleksizlik olduğuna inanıyorum. Çünkü mesleksiz insan aç insandır. Düzdür. Aç insan mağdur insandır. Mağdur insan mahkum insandır. Mahkum insan köle insandır. Ve bir an önce Türk dünyasının bu mağduriyetten kurtulması gerekir. Ve bütün Türk çocuklarının mutlaka ve mutlaka bir meslek sahibi olması gerektiğine inanıyorum. Can Azerbaycan, Şehitler Gıyabanı orayı gezerken benim memleketlilerimi gördüm. Türkler de var evet. Yani bir de şunu kaldıralım artık. Yani bu Azeri, Kırgız, Kazak, Özbek, bütün bunları kaldıralım ve bak bir tane gelir misiniz?
Bu oyuncu arkadaşımız Azerbaycan televizyonundan gelir. Hoş bulduk. O da Azerileri çok sever. Bunu da kaldıralım Türk. Türk Evet, burada Türk. artık. Vahid Türklər. Bütün Azerbaycan balalarına buradan selam. Çok Teşekkürler yaşlısınız. kardeş.